BMT Təhlükəsizlik Şurası mart ayında Liviyada vətəndaşları qorumaq məqsədi ilə missiyanın yaradılmasına səs verəndə o zaman bu işi görə biləcək yeganə hərbi qurum var idi, NATO. Alyans Liviya vətəndaşlarını müdafiə etmək üçün oraya hərbi gəmi və təyyarələr göndərərək hadisələrin gedişini dəyişə bildi. Liviyada üsyan Müammar Qəzzafinin hakimiyyətdən devrilməsi ilə nəticələndi. Fransa Hərbi Hava Qüvvələrinin generalı Stefan Breal, NATO'nun transformasiyası məsələləri üzrə baş komandirdir. Liviyadan gördük ki, başqa seçim yoxdur. BMT missiyanı təsdiq etdikdən sonra NATO'dan başqa bu işin öhdəsindən kim gələ bilərdi? Lakin Alyansın bu qabiliyyəti Avropada iqtisadi böhran, Avropa liderlərinin öz xalqlarını müdafiə xərclərinin mühüm olduğuna inandıra bilməməsinə görə təhlükə altına alınıb. Britaniyanın Müdafiə Nazirliyinin keçmiş rəsmisi Daniel Korski deyir ki, Liviya NATO'nun transformasiyası prosesinin uğuru idi. Lakin Avropada iqtisadi böhran və ABŞ-da büdcə ixtisarı səyləri bu prosesi ləngidə bilər. Biz iqtisadiyyatda ciddi ixtisarlar edildiyi, müdafiə xərclərinin azaldığı bir dövrdə yaşayırıq. Potensialın artırılması əvəzinə biz bir sıra ölkələrdə vəziyyətdən çıxmaq üçün ixtisarlar aparıldığını müşahidə edirik. Buna görə də müdafiə proqramlarının bir hissəsi təhlükə altına alınmış olur. Avropa İttifaqının Müdafiə Agentliyinin keçmiş rəhbəri Nick Whitney isə deyir ki, bunun səbəbi maliyyə çatışmazlığı ilə bağlı deyil, daha çox səylərin əlaqələndirilməməsi və adi Avropalılar arasında müdafiə məsələlərinə marağın olmaması ilə izah edilir. Avropada müdafiə xərcləri sahəsində çatışmazlığın olduğunu demək olmaz. Məsələ bu maliyyənin lazımlı şəkildə istifadə edilməsi, düzgün sahələrə və effektiv şəkildə birgə xərclənməsindədir. General Abrel üçün bu problemdir, çünki onun sözlərinə görə növbəti böhranın harada olacağı ya da NATO'nun bu böhrana cavab vermək üçün kifayət qədər qabiliyyətə malik olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Biz hazır olmalıyıq. Hər hansısa bir əməliyyatı aparmaq qabiliyyətinə malik olmalıyıq. Bizə böhran yarananda qüvvə və qabiliyyətlər lazımdır. Təqdimi biz hazırlamırıq. General Abrel deyir ki, dünyanın ən güclü alyansı statusunu saxlamaq, eyni zamanda raket və kiber hücumlarından müdafiə olunmaq məqsədi ilə müasir texnologiyaları inkişaf etdirmək üçün NATO'nun daha artıq resurslara, koordinasiyaya və yeni tərəfdaşlara ehtiyacı var.